Bu videoda birlikdə həm göyəm kompotu, həm göyəm turşusu, həm də göyəm mürəbbəsi hazırlayırıq. Qalır göyəm döyməci, onu da gələn videoda hazırlayacağım. İlk olaraq göyəm döyməcindən başlayırıq. Göyəmlərimizi qəşəng-qəşəng yuyub, bankalara doldurub, üzərinə 2-3 diş sarımsaq, 1 yemək qaşığı şəkər tozu, 1 yemək qaşığı duz, 1 armudu stakan sirkə və qaynar su doldurub, ağızlarını yaxşıca presləyirik və sərin bir yerdə saxlayırıq. Mümkünsə 1-2 gün ədyalın içərisində saxlayırıq ki, tam özünə gəlsin. Daha sonra isə sərin bir yerdə saxlayırıq. Yaxşıca da çeviririk ki, içərisindəki şəkər tozu və duz ərisin. Turşularımızın hazırlanmağı bu qədər asandır. Turşu ilə işimizi bitirib komportla davam edirik. Belki de kimse inanmayabilir ama bu videoda gördüğünüz komportları hazırlamağımın üzerinden sadece 2-3 saat vaxt geçip ve indidən möhtəşəm bir renk almağa başlayıblar. Bunun için de yine eyni şekilde göyəmlərimizi ilk önce qəşəng-qəşəng yuyuruq. Daha sonra ise butulkalarımızı əlavə edib hər bir butulkanın üzerine 1 stakan şəkər tozu əlavə edirik. Əgər balında hazırlayacaqsınızsa, bir balına 2 stakan yarım şəkər tozu istifadə olunur. Daha sonra isə qaynar sularını doldururuq. Ağızlarını yaxşıca presləyib bir müddət baş aşağı bir şəkildə saxlayırıq şəkər tozunun əriməsi üçün. Və turşuda olduğu kimi eyni qaydada bunları da 1-2 gün qaynar ədyalın içərisində saxlayırıq ki, daha yaxşı rənglərini versinlər və xarab olma ehtimallarını tamamilə sıfıra endirək. Beləcə soyuduqdan sonra isə bunları da sərin bir yerdə mühafizə edirik və keçirik mürəbbəmizin hazırlanmasına. Mürəbbəmizi hazırlamaq üçün ilk olaraq videoda mürəbbəmizin son halını görürsünüz. Necə dəndən qalıblar, heç birinə heç bir şey olmayıb. Bunu hazırlamaq üçün ilk olaraq eyni qaydada göyəmlərimizi qəşəng-qəşəng yuyuruq. Daha sonra isə bir iynə vasitəsilə göyəmlərimizə bol-bol deşiklər açırıq ki, həm suyunu yaxşı buraxa bilsinlər, həm də bişərkən qabıqları üzərindən çıxması, meyvələr partlamasınlar. Yaxşı-yaxşı deşdikdən sonra isə bir qazanımıza 1 kilo göyəmə 1 kilo 200 qram prinsipi ilə şəkər tozu əlavə edib, üzərinə 1 stakan su da əlavə edib, şəkər tozu əriyənə qədər vam odda qarışdıraraq bişiririk. Şərbətimiz hazır olduqdan sonra isə İçərisindən meyvələrimizi əlavə edib yaxşıca şərbətə yediririk. Yəni heç bir meyvə açıqda qalmasın, şərbətsiz qalmasın prinsipi ilə qazanı sağından solundan yelləyərək meyvələrimizi bütün şərbətə bulayıb altını söndürürük. Meyvələr tamamilə soyuduqdan, şərbət tamamilə soyuduqdan sonra isə gür odda 15 dəqiqə bişiririk. Qeyd edim ki, göyəm mürəbbəsi kifayət qədər daşmağa meyilli mürəbbədir. Ona görə də yanından ayrılmamağınızı tövsiyə edirəm. Daha sonra isə soyudub bankalarımıza doldurup sərin bir yerdə mühafizə edirik. Kanalımda bu tərzdə və normal yeməklər olaraq çox sayda videolar var. İzləmək istəsəniz kanalıma daxil ola bilərsiniz. Özünüzə yaxşı baxın, hələlik.